Müqəddəs kitab Yaquba göndəriş 3-cü fəsil 8 və 9-cu ayələrdə belə deyir: Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşıalınmaz bəladır və öldürücü zəhərlə doludur. Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. Həmçinin Qalatiyalılara göndəriş 5-ci fəsil 22 və 23-cü ayədə yazılıb: Müqəddəs ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbr, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. Dua edin ki, həyatınız qaranlığın acı bəhrəsini deyil, ruhun şirin bəhrəsini versin.